bütün şeyler çeşitler seçtik. Bir tanesini çok. Ha. Maksimum 14'te. Maksimum 14'te. Birinci ili indi tamam olur. Tamam oluyor böyle. Olur. Bir ilin miktarısını başa vurdu yani kanka. Maşallah. Bir ilin miktarısını başa vurdu. Ben həmişə deyirəm ki, Elbrus qardaş. Bax görsən birinci mərtəbə formalaşıb da oje. Çoxlu budaq var. Bax bu da bunu da Buraq təkliyir. Buradan da kes ikinci mərtəbəni formalaşdı. Bu da olsun ağac. Rasım mənim. Deməli bunlar ilk dəfəçiləri tək qalxmışdı. Ellərə var pasana verirdi 2-3 dənə. Budamaçı ilə gəlmişdim mübarə. Mübarizəmiyə dedim ki, bəs budamaq falan eləmək lazımdır. Budamaçı da gəldi, dəmir. Burada belə bir şey yoxdur. Belə şeylər etdi, hə? Dedi belə uclarından götürərsən. Aha. Ama ölüyor problem yoktu. Bir gün səhər, bir gündən sonra mən bitirmişəm artıq eləyim. Maşallah olsun. Yəni işdən adamdır baxın. Yəni qaçı da bilmir təsəvvürlə budağını belə çimdiylə falan götürmüşdü Sivej vaxtında. Özü də parçalanıb verdi maşallah. Girək içəriyə doğru biraz baxaq. Başda dovşan yeməsin deyənə. Bəli, o tərəfdə burada köz dovşanı çoxdur. Qabıqları ziyan vururdu. Axı elədik, yenə kar eləmədi. Axırda məcbur olub bu setkalardan istifadə elədik burada. Gabriel deyə bu çeşid. Ha, bu Sweet Gabriel'dir. Ha. Çünki tumurcuqlarından da bilmək olur. Yarpağından. Ya Gabriel'dir. Sen tinçli adamsın, sen bilirsin uzaqdan ikilərdən sonra. Maşallah yaxşıdır. Bu necə səliqəli baxır. Çox səliqəli baxır maşallah. Adam insanlarla işləmək demədi. Ha, gəlir. Verdiğin tapşırığı anında yerinə yetiriyor. Burada problem olmuşdu. Burada balaca vaxtı quşlar oturur. Bir çox insanın təzəkkilən bağ açanlara başına gələcək. O şeylər görürsən Girişdə gördüm belə payalar var. Orada da var. Süni dirəklərdən istifadə edib o problemi düşürdük orada. Orada da gördüm elə gələn. Əraziyə bütün vurdu. Körpəydi. Uzun çəkirdi bura. İlk torpaq, bütün quş otururdu ağaçların üstündə, qırıb dağıdırdı. Bir də ki, Elbrus bax, bunu da deyək, bağbanlarımız bir də ilin bu vaxtında belə qızartılar, nəsə belə düşəndə onu görür, deyir ki, nə bilim, neyniyim, nə daha. İl sezon bitdi də, qardaş artıq. Öz funksiyasını yerinə yetirə bilməz, bitir. Bu normaldır, fisiyo. İş prinsipini bitirdiyinə görə o hala düşürür. Elbrus qardaş, indi bir də şeydən danışın görək. İndi bağbanlarımız hamısı sual verir. Uje yarpaqlar indi tökülməyə başlayır, yoxsa hələ tökülməyib də? Tökülür artıq. Artıq tökülür. İndi bağlara nə tətbiq eləyək? Biz hal-hazırda bu bağı günü bugün səhv eləmirəmsə vurulmuşuq sink sulfat, ikarbamid qarışımı. Bir hardasa 5-10 gündən sonra yeni təkrar olaraq bakır oksixloriddən istifadə edəcəyik. Bununla da biz qışlığı bitirəcəyik. Hardasa fevral ayının 15-dən sonra mis oksixlorid. yox, mineral yağla insektislər tətbiq edəcəyik. İndi hal-hazırda belə mis oksixloriddən istifadə edəcəyik. Neçə gündən sonra? Hardasa bir 10 gün keçsin vuracaq inşallah. Əvəzedici olaraq Valla mən tanımıram bir əvəzedicisi onun. Borda deyir kimsə, hidroksit deyir kimsə. Çünki təcrübə olaraq apardığımız bu son 5 ildə təcrübələrdə bakır oksixlorid həqiqətən öz sözünü dedi. Faktiki olaraq gələn bu ilki problemlər olurdu. Onu tətbiq etdiyinizdə gələn o problemlər yaşamamış. mis sulfat olsa, Sulfat da gedər, problem deyil. Amma borda da sağ ol. yox, bordo heç də onu qoymuş. Onu artıq Zaur müəllim də hamımıza göstərib ki, bordodan uzaq olmalıyıq. Yəni hazır bordodan. Hətta özünüz hazırlayırsınız heç bir problem yoxdur. Çətin bir şey deyil əslində bordan hazırlanması. Hər dəfə mənə o vaxt yadıma gəlsə, Traktorlar vurmur da Elbrus. traktor vurmur dedikdə, bəli, traktorlar vurmur. Gözləri dolur deyənə şikayət edirlər vurmur. Bildim, göz dolur, amma onu hazırlama, düzgün hazırlansa o problem də olmur. Sənaye bağlarında da bu belə 1 hektarlıq yerlə eləyə bilər onu, iri bağlar alındıra Sən bilər. inansan ki, iri bağlar edir bunu. Sənaye bağları da. Çünki texnika özlündür. Hə? Başa düşdüm, sənaye bağları texnika özlündür, ona o problem yaşamaz. Yox, texnikaya görə demirəm, onu hazırlanması, onu Hazırlama saxlama, qaydasını Zaur müəllim göstərir videolarında. Özü də steroid elini əhəngdən, paraşok halında, Toz halında. mis sulfatdan bərabər səviyyədə qatıb. Məsəl üçün deyək də, indi 3%li eləmək istəyiriksə, 1 tona qatırıq 30 kilondan 30 kilondan. Mən tenkçilik üçün aldım, mis aldım. Mis sulfat. Yəni Yox, bakır oksixlorid qoydum. Tenkçiliyə ki, yəni... O biraz yandırıcılığı az olmalıdır. Hə, tink deyək, çox da şey eləməyək. Elbrus qardaş 10 litrəyə, 1 tona 10 litrə, 10 kiloqram vursaq mis sulfat. Bəs eləyərmi? Yandırmarıq mı? Yox, yandırmazsınız. Tək-təkliyində yandırmazsınız. Zaten
1 ton suya 3%li bordera almaq üçün 30 kiloqram mis sulfatdan istifadə ediriksə 1 ton su üçün 10 kiloqram təkə-təkində mis sulfat bir şey eləməz orada. Optus eləyib də 30 kiloqram vurub təmiz mis Yandırmışam sulfatı. 1 hektarımızı öz şəxsi bağımız. Yox, yandırmaq nə mənada yandırmaq? Yarpaq vaxtı bəli onu tətbiq etmək olmaz. Yarpaqdan Elə yarpaq ki, ilin bu vaxtı idi. Aha. Görsən yarpaq var da, Aha. özü 2 illik bağımız idi. O 4 il bundan qabaq idi o məsələ. Düzdür, mən bir aqronomla məsləhətləşdim. Elə bir çaşdıq ikimiz də. O vaxt tezə maraqlanırdım. 4 il bundan qabaq idi də. 30 kiloqramla verdik, vurduq. Sırf mis sulfat olur. Sırf mis sulfat vurub. Səhər durub maşallah gördük ki, hamı yanıb. Yox. Amma yazda Amma ayılıb. yazda ayıldı. Ondadır ki, biz bəs karbamid niyə vururuq? Məsəl üçün biz 10 kiloqrama kimi deyirik də karbamid, düzdürmü? Adam var ki 40-50 kiloqram vurub tona karbamid dozasını qaldırır. Məsələ burada nədir? Nəyə görə tətbiq edirik biz bunu? Bu yarpaq zaten göbələyi üstünə arındırır, düzdürmü? Bəli. Bizim məqsədimiz bu yarpağı torpağa düşdükdə dezinfeksiya halında olub düşməsidir torpağa. Bəli, bəli. Çox. Biz bunu yandırıb məhv edib torpağa göndəririk ki, həm də bunun karbamid təhdiddə çürümə prosesi daha sürətli olur. Və həm bakteriyanın biri də, həm humus yaradır öz torpağında bu. Bəli, bəli. Təmiz bir şəkildə yarpaqlar tökülür ağacın dibinə. Yoxsa əgər xəstə ağacdırsa, bu ədəbiyyatda da məlum məsələdir ki, əgər bir bitkidə xəstəlik varsa biz onu arındırmalıyıq, sipirib təmizləyib baxdan çıxarmalıyıq, düzdürmü? İndi Elbrus qardaş, bir sual verim, mən sənə üzr istəyirəm, sözlü keçmək kimi olmasın. Birinci ili tamam olmayıb hələ, belə gözəl nəticə götürdük də bu bağdan, elə deyilmi? Bəli. Səncə bağban hansı şeyləri sizin dediklərinizi düzgün vaxtında riayət elədi ki, belə oldu? Xüsusi dediyin nəsə var, bu filan şey burada ciddi yanaşdılar. Zaten biz bütün baxdığımız bağlara eyni yanaşırıq. Amma eyni nəticə olmur. Eyni nəticə olmur. O da bizim dediyimizin icrasında problem ola bilər. Bəli, vaxtında elədi. Adam əgər biz dediksə bu vaxt vurulmalıdır, vurdu. elədi. Heç nədən qaçınmadı. Yəni heç bir şeydən, nə masrafdan qaçdı, nə obirisindən qaçdı. Dedi, sən nə deyirsənsə odur. Dedik ki, bunu bu formatda elədi. Gün belə ötürmədi. Düzdür, çiləmələrdə biraz axsamalar oldu. Bir gün, 2 gün sonra texnika tapa bilmə falan filan, amma yemləməsində insan 1 qram axsama eləmədi. Nə dedik, hansı vaxtda dediksə tətbiq etdi buna. Belə nəticədə göz qabağındadır. Elbrus qardaş, bir dənə də sual verim. Əlimizə düşmüşkən sizə çoxlu suallar verir. O 2 abrabotkanı bir yerdə eləsək nətər olar? Hansılar? Karbamidlə mis sulfatı birləşdirsək. Zaten o da bir təcrübədən çıxmış. O da bir təcrübədən çıxıb. Çıxıb. Faktiki olaraq çıxıb. Bu son 4 ildə mən bunun təcrübədən çıxdığını bilirəm. Yəni bunu da eləyiblər. Çünki dəmir sulfatla eləmişdik, amma dəmir sulfatın işi uzundur da biraz. Dəmir sulfatın işi tez uzundur. Bir asatkaya balaca da düşür. Asatka məsələsi var. Bir balaca dəmir sulfatda dozalarla oynamaq gələcəkdə bitkinin aşındırmaya, yəni qabıq aşınmalara, tumurcuqların yanmasına gətirib çıxarır. Demək ki, karbamidlə eyni vaxtda vurmaq Olur. Olar. Yəni təcrübə eləmişik, fakt olub. Olur. Yəni orada nə kəsilmə, nə digər bir şey olmuyor. Yəni nəticə də verib, problem bir şey olmuyor. Dəmir sulfatla da verib zaten. Verməyənə amma insanlar aşırı qaçırlar. Çox vaxt deyirik, biz deyirik bu qədər doza budur, bu formata bunun. Adam deyir 2 kilo mən də əlavə eləyim. Daha yaxşı olsun, amma o da yaxşı deyil. Azının xeyri, çoxunun da ziyanı yoxdur bu işdə. Xeyirli olsun, maşallah yaxşı bağdır. Bağ yiyəsi üçün də gözəl nəticələr olsun inşallah, uğurlar qazansın. Bu cərgə başqa sortdur. Bu uzundur. Bakın. Bu cərgədə görürsən mi? Başqa cürdür inkişaf ağaclarda. Maşallah bu ilki inkişaf üçün doğrudan çox süperdir. Hazır bir fikir verirsiniz mi? Təbiət bunu tək lider üstündə çıxarır da. Bu lideri çək. Niyə görə biz ağaclara zülüm eləyib başqa forma alırıq? Hazır bu görürsünüz, 1-ci mərtəbə formalaşıb. Bir dənə buradan kəssək bir 60-70 santıdan 2-ci mərtəbə formalaşacaq. Artıq bu il bəli inşallah istəyirəm ki, bunları əymə bükməyə göndərim. Bəli, bunları göndərmək lazımdır. Əymə bükməyə getmək. Əməlli başlı meyvəyə oturacaq. Gördünüz, 1-ci mərtəbə. Yəni maksimada Onu belə götürəndən sonra verəcək. Maksimada da bu cür eləmək daha doğru. Bəli, tək liderdə heç kəsmə sözdə. Qəşəng vereksiyona verir. Niyə görə vazaya qaçırlarsa mən anlaya bilmirəm. Meyvə gedir 6-cı ilə, 7-ci ilə bax. Bunda bu ilə eləcək. Gələn il yox, o birisi il meyvə olacaq bu budaqlarda.
Bir də burada çox frezləməyə getmir. Gəlsən ancaq otu biçib yerə verir. Ümumiyyətlə sən bundan qabaqçı biz çəkilişlərdə nə dedik? Otu torpağa fırlamaq yalnız üzü payıza getdiyi müddətdə mümkündür. Yəni bir dəfə eləyə bilərsən. O da əgər temperatur yüksəksə onu mümkün deyil o eləmək. Çünki toz, duman qalxacaq burada bunu tıxancırıb stresi salacaq içində. Lazım bir şey deyil. Həm də torpağın eroziya məsələsi var. Otun qalması nə qədər qalması o qədər faydalı torpaqdır. Məsələn biz burada mulçeldən istifadə etmişik. Ot doğrayan var, otu doğrayıb qaytarmışıq. Yaş ot qalxır bir dəfə çevirir, ikinci dəfə qalxır, ikinci çevirir. Orada da azot oran balansı pozulacaq. Yaş otun özü də çürüyüb torpağın altına girməsi azotun yüksəlməsi deməkdir. Biz orada o balansı pozacağıq. İstəsək də, istəməsək də. Ona görə məcbur ki, ancaq bir dəfə. O da qış aylarında. Niyə görə qış aylarında? Keçən ki videoda mən sənə dedim. Qış aylarında Rasim müəllim, niyə görə biz bunu edirik? Hamımız bilirik ki, niyə görə edirik? Bütün zərərvericilər, bitkidə yaşayan bütün zərərvericilər, mənənəsi olsun, qırmızı hörümçək olsun, qurdu falan filan olsun, qışlayacaq vaxtda yarpaqla bir tökülür yerə, bir çox bağlarda mən görmüsünüzsə, qırmızı hörümçəyin yumurtası hələ də yarpağın üstündə durur. Hələ də yarpağın üstündə durur. O yarpaq düşdümü yerə? Oradan torpağın 5 santimdən kimi irələmə şeyləri var, imkanları var onların. Dərinə oturur 5 santidə. Qışlayır və ya gəldi tezdən yenə uzun çəkir ağacı. Biz həmən bu prosesləri belləmədir, şumlamadır, tapqa ilə ağacın dibini təmizləmədir. Bu aylarda etməliyik ki, üzü qışa onlar məhv olsun, getsin şaxdan yenə doğma. Torpağın istiliyindən faydalanmasınlar. Bir də orqanikadan da istifadə eləmək olar da töküb, sonra frezlət. Əlbəttə ki, olar. Niyə olmur ki? Biz burada ilkin etapda yemləmədə ilkin olaraq üzvü karbondan istifadə edirik, gözəl nəticə verdi. Baxın burada. Üzvü karbon. Üzvü karbondan istifadə etmişik. Zaten orqanikanın elə əsası nədir? Üzvü karbon. Ayılmırdı bitki. Samanın Təsəvvür edin ki, bu bağda bütün bağlar yarpaq açmışdı. Bu bağda elə şeylər vardı, ayılmırdı. Bu belə tomurcuklar şıp durmuşdu. Bugün üzvü karbonu tətbiq etməyinin ikinci gündən sonra burada əmələ su partlayış baş verdi. Və ondan sonra danış reseptorumuzdan yemləmə aparmış. Elbrus qardaş, maksimum calağı altında Balalama. köklərdən cırlar olurmu? Çox olmur. Maksima 14'də olmur. Digərlərinin maksima 6'da daha çox olur səhv Bu eləmirəmsə. veseldə biz gördük ki, doğrudan da çox olur. Hə, çox olur. Frezləməyə orada heç qətiyyən getmək lazım deyil. Hər yerdən o çıxır. qədər olmur. Görmürəm, Az miqdarda o qədər görünmür. Görünmür. Soruşuram ki, görmürəm heç. Digər amma maksimanın kök altlarında olur. 1 hektarda opşi gəlsən bir dənə 2 dənə sıva gələr Az çıxır. Az gəlir əslində. Eləmək istəyirəm, amma hamı gəlməyəcək. Burada tam ağaçlar istədiyimiz vəziyyətdə gəlmir. Gəlmir. Bu çeşidlər olmayacaq. Çünki bu çeşidlər fikir versiniz çox Bunlar lağım dik elli deyil. çıxır. Amma digər çeşidlərimizdə bax Onlar görürsünüz var. bəli, hazır. Gələnlər var. Hamı olmasa da amma gələnləri istəyirəm ki, əmi bükməyə göndərək bu. Çünki hazır verib də hər il boşa verməyək. Nə qədər inkişaf edib faydalanaq ondan. Xeyirli olsun Elbrus. Maşallah gözəl nəticədir. Xeyirli olsun inşallah bağ sahibinə. Amin. Bizim də Elbrus aqronomumuz tinkçilik təsərrüfatlarımıza və tink satdığımız bağlarda onların belə aqronomik xidmətlərin aparılmasına Elbrus bəy baxır. Burada da bu qardaşı mən açıq tanımıram, görməmişəm. Sadəcə olaraq Elbrus bəylə birbaşa əlaqə saxlayıb eləmişdi. Sən söz əsasında gedib baxacam, həm mən dedim gəlib baxıram, mən də baxaram. Çox səliqəlidir, xoşuma gəldi və işləyiblər, nəticə də ortadadır. Xeyirli olsun, o gün olsun, meyvə çəkimlərinə gələcək inşallah. Çox deyirəm, bu bir il tamam olur da 4 ildən sonra buradayıq. İnşallah. Deyirlər ha maksimum vermir. İnşallah ki 4 ildə bax bunu saxlayın ha. Silməyin. Xeyirli olsun. Yox, verəcək, niyə vermir? Kəsib doğramağa qoymasaq, Elbrus qardaş. Qoymayın ki, kəssinlər. Elə birinci ildən meyvəyə oturdunuz. Onsuz da böyüyür da. Gördüm ki,